Azərbaycanın Təhlükəsizlik Nazirliyinin Sonra Komitəsinin Əks Kəşfiyyat İdarəsinin rəisi idim. O devri xatırlayanda dəhşətə gəlirəm ki, kimlərlə biz işləyirdik. Yerli kadrolar çox azıdır. Əsas vəzifələr başqa millətlərə mənsub olan kadrolardan ibarət edir. Ancaq 50-ci illərin ikinci yarısında, 60-cı illərdə və sonra 70-ci illərdə Azərbaycanın təhlükəsizlik təşkilatında ciddi dəyişikliklər həyata keçirmək mümkün oldu. Ben bugün böyük iftixar hissiyle deyə bilərəm ki, mən Dövlət Təhlükəsizlik orqanlarında rəhbər işlədiyim vəzifələr zamanı və orqanın başçısı olduğum zamanı və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir.